Bir maddeler də mənə lazımdır. Mənə dokumentimi versinlər. Prosta mənə müşahidə eləməsinlər, deyim futbol. Bəli, gördüyünüz bu gənc hər bir futbolçu kimi ölkəsinin bir nömrəli komandasının formasını geyinmək arzusunda idi. Amma hazırda onun milli komandanın şərəfini qorumaqdan çox futbolçu karyerasını davam etdirməsi maraqlandırır. Futbol oynamaq istəyən Təvəkkül Məmmədov eyni zamanda haqqının da tapdalanmaması üçün mübarizə aparır. Sumqayıt rəhbərliyi isə başqa cür düşünür. Zəng elədi. Dedilər ki, qayıt, bu Sloviyana sabidən maaşını kəsəcəyik, $3250 ştraf edəcəyik, bir də dublda oynayacaq. İşte, mən də ailəm dedi qayıt, mən də qayıtdım, dublda məşq elədim, ştrafım da olundu, $3250. İndi də deyirlər, təzə şey çıxardıqlar ki, sənin bir maaşın olacaq 1000 manat. Mən də deyirəm ki, mənim nətər maaşım olacaq 1000 manat, məndə FIFA kontrakt var, orada da yazır $3250. Mən bundan razı deyirəm. İşte, bunlar da deyirlər ki, ya belədir, ya da ki, $25.000 qoy, sonrasına get, svobodna agent kimi get. Siz nətər mən haqqımı şey elə bilərsiniz ki, biz sənə 1000 manat verəcək, $3250. Səbəb odur ki, sən bayaqlar demişdilər ki, qayıt, sənə ştraf eləyəcək, səbəb odur ki, getməyinə görə ştraf olunacaq, hər şey yaxşı olacaq, məşqin eləyək. İndi mən də qayıtmışam, ştraf da olunmuşam, dublə də getmişəm, dublə də məşqimi eləm. İndi də təzdən deyirlər ki, əlavə bu da əlavə də bu da cərimə növünə. Hə. Eşitdiniz. Yalnız pulu düşünən klub rəhbərliyi bu futbolçudan pul qoparmaq üçün dərdən qabıqdan çıxır. Belə insanlar üçün nə bir futbolçunun futbol karyerası, nə də milliyə xeyir verəcək futbolçu yetişdirmək maraqlı deyil. Belələri ancaq pulu düşünər, yuxuda da ancaq gördüklərə pul olar. Axı bu klub ölkəyə milliyə futbolçu yetişdirmək adı altında qurulmuşdu. Bəhbəhlə futbolçu yetişdirməkdən, gələcəyə yönəlik addımlardan danışan müəllimlər. Görürsünüzmü, futbolçu karyerasını məhv eləməkdən başqa əlinizdən heç nə gəlmir. 4 gündür qardaşım, böyük qardaşım gəlib Krasnodardan, mənə görə narahat edib, bütün işlərini atıb mənə görə gəlib ki, işimi düzəltsin. O da prezidentə 4 gündürdən gelir, prezident götürmür, verib menecerə nömrəsini, menecer də deyir ki, gah evini su batır, gah evində problem var, gah Türkiyədədir, Ceyhun. Gah belə olub, bu günlərdə Ceyhunla konkretlə söhbət olundu, Ceyhun da dedi ki, axırıncı söhbət budur, $3250 idi maaşın, saat cərmələndi, o maaşı almısan, əlavə gələn maaşlarında 1000 manat. Halbuki belə deyil, komandaya gəlməyəndə hər gün sənə zəng eləyən çağıran Kamran Quliyev olur. Bəli, Kamran Quliyev də yazıb, qardaşıma yazıb, qayıtsın, hər şey yaxşı olacaq. Mən də qayıtmışam. Mən bura gəlmək səbəbim də Kamran müəllim olub, mənə çoxlu yazıb ki, gəlmişəm bu kluba. Qardaş, belə deyil, ümumən səni Krasnodardan çağıranda ağladıblar. Çünki bir dəqiqələ bir sənin qardaşına gəlib, amma görüşmək istəmir. Antalyadadır. İndi bilməm, Antalyadadır. Dünənləri mən dublda məşq eləyəndə o aynadan baxırdı. Aynadan baxırdı məşqimizə. İndi onasa da hörmət eləyərdi, mənim qardaşımla 5 dəqiqə görüşüb bir qərara gələrdi. Təvəkkül Məmmədov klubu tərk etməsi məsələsinə də aydınlıq gətirib. O klubun baş məşqçisi Aqil Məmmədovun ona söylediyi sözlərdən sonra bu fikrə gəldiyini bildirib. Oyundan qabaq administrativ klubu mənə çağırıb çölə. Mənə deyiblər ki, səni baş məşqçi çağırır. Mən də çıxdım, mənə dedilər ki, bu günlər sən oynamalıydın, amma Orxan oynayacaq. Mən də dedim oynayacaq, Allah öz kimi olsun Orxana. Heç nə. Aqil dedim. Hə, müəllimdir. Heç nə. Gəldim, Razival qayınımı dəyişdim. Sabahsı gündəki mənə dedilər, zəng gəldi, dedilər ki, sən oynamalıydın, mən niyə sən oynamadın? Mən də dedim ki, hər şey ola bilər, amma o mənlik deyil. Mən elə şeyə qarışmıram. Mənim baş məqsədim var, ona da hörmətim var. Qoyar, qoymaz da gələn şansımı görürəm. Söhbət belə olur. Yəni, əsas inciliyi buna görə oldu. Bəli. Sənin klubdan getmək. Mən də ona görə gəldim, o söhbətdən də sonra Aqil müəllim zəng gəldi, sən haradasan? Mən dedim ki, stadionda məşq eləyəm. Gəldi mənim yanıma, dedi ki, sən mənim adıma ləkə vurdun, adıma, karyerimə ləkə vurdun. Mən dedim ki, mən sənin adına heç ləkə vurmamışam, o fikrim də olmuyor. Mən nə varmışam ki? Heç də, sən mənim haqqımda deyirsən ki, sağ zəng gəlib. Mən dedim ki, mən elə şey deməmişəm. Mən deməmişəm ki, sağ zəng gəlib. Yəni ki, nətər yazıblar, mən elə deməmişəm.
Ondan da sonra mən veşlərimi yığdım, çıxdım getdim ona görə ki, bir müəllim deyir ki, sən mənim adıma ləkə getdin, mən dedim ki, yəni ki, elə... Orada qalmağın yeri yoxdur. Yeri yoxdur, bəli. Mən elə fikirləşdim, getdim. Sonda söyləyəcəklərimiz isə Sumqayıtın prezidenti Kamran Quliyevə kiçik məsləhətimiz olsun. Gənclik şəhərinin komandasındakı gəncləri futbolumuza qazandırmaq üçün onlara müəyyən cərimələr tətbiq etmək olar. Amma haqları olan pulları onlardan kəsməklə məqsədə çatmaq heç rəva deyil.